Xankəndi şəhərində ailəvi olaraq yaşayırıq. Qızımız burada dünyaya gəlib, qızımız Laviniya. Mən Tovuz rayonunda yaşayıram. Qarabağ Universitetinin 2-ci kurs pedaqoji fakültəsinin tələbəsi, ibtidai sinif müəllimi ixtisasında təhsil alıram. Xankəndi şəhərində yaranan Qarabağ Universitetində iş vakansiyaları elan olunan kimi biz müraciət elədik və Qarabağ Universitet komandasına iş qoşulanlardan olduq. Salam müəllim, necəsiz? Salam, sabahınız xeyir. Bugün imtahanınız var? Bəli, riyaziyyat imtahanı var. Uğurlar sənə də. Bəli, çox hazırlaşdım. İnşallah ki, yaxşı nəticə əldə edərəm. Ümumiyyətlə Qarabağa gəlmək, Qarabağ Universitetində işə başlamaq bizim üçün sadəcə bir iş yerini və yaxud da yaşayış yerini dəyişmək deyil. Tez-tez özümüzə xatırladırıq ki, nə yaxşı bu seçimi etmişik və bu qərarı vermişik. Xankəndi şəhərində Qarabağ Universitetindəki insanları eyni dəyərlər birləşdirir və biz bunu hər gün hiss edirik. Mən bu torpaqlarda doğulub boya-başa çatmamışam. Lakin bu universitetə gələndə, Xankəndidə yaşamağa başlayandan sonra özümü o qədər doğma hiss edirdim ki, sanki 17 ildir burada yaşamış kimi hiss edirəm. Universiteti bitirdikdən sonra ixtisasım üzrə Xankəndidə, işğaldan azad olunmuş bu torpaqlarda, məktəblərimizdə ibtidai sinif müəllimi vəzifəsində çalışım və yeni körpələrə, yeni məktəblilərə hər birinə bir bilik öyrədə bilim. Salam. İmtahan necə keçdi? Çox qəşəng idi, çox yaxşı yazdım. İnşallah ki, yaxşı nəticələr əldə edərəm. İnşallah nəticələrin yaxşı olur inşallah. Sağ ol, sən sağ ol. Biz bir neçə il bundan qabaq nə vaxtsa Qarabağda oturacağımız, yaşayacağımız düşünmürdük. Amma bugün Qarabağ Universiteti Xankəndidə yerləşən və Qarabağın quruculuğunda böyük fəaliyyət göstərən bir universitetdir və biz burada yaşayırıq, burada çalışırıq. Övladımız burada dünyaya gəlib, burada həyatını başlayıb və biz bundan çox qürur duyuruq. Qarabağ Universitetində dərsləri bitir, amma Xankəndində həyat burada dayanmır. Buradan çıxan müəllim və tələbələr evlərinə yenidən dirçələn şəhərə qayıdırlar. Yəni Xankəndində həyat təkcə təhsillə yox, gündəlik yaşamla da yenidən qurulur. Marketdən çıxan ailələr, evinə tələsən insanlar, sabahı düşünən baxışlar görünür küçələrdə. Sanki şəhər yenidən nəfəs alır. Gülən üzlərdə, bazar torbalarında, açılan qapılarda görünür bu həyat. Ayşən Cümşudova, Bağır Kərimov, ASTV Xəbər.